İnsana Allah nə zaman kömək eləyər? Nə zaman qeybi yardımlar gələr? Biri budur. Sən başqasına kömək eləsən, o Allahın bəndəsinə kömək eləsən, Allah qeyrətli Allahdır. Allah deyər, mən də sənə kömək eləyəcəm. İndi kömək yalnız maddiyyat deyil ki. Bir insana həyat verəsən, bir insana bir kəlmə deyəsən, bir insana bir söz deyəsən ki, səhv yoldan çıxardasan. Bax bu cürlə. O özü bir kömək. Allah gördü sən onu çıxartdığın vəziyyətdən, yazır Allah. Çıxartacam səni vəziyyətdən. Qeyd dəftərində qeyd edir. Sən də düşəndə vəziyyətə çıxardırsan orada. İstəsəz yoxlayın. Bu Allahın sirəsidir. Bu Allahın sünnəsidir. Mən kənə fi hacəti əxihi kənə Allah əzzə və cəl fi hacətihi. Məsum buyurur. Sən kömək eləsin, o kömək edir. Hətta qurban olduğumun o qədər məhəbbəti çoxdur ki, belə insanlara. Ona görə atasına kömək edir.